Hardan bilək ki, bu sözlərdə buradakı bax bu in, buradakı bu in nədir? Mən sizə dedim ki, in. 2 dənə, hətta bir neçə dənə versiyada işlənə bilər. Birinci olaraq işlənə bilər harda? Birinci olaraq işlənə bilər, bayaq dedik, yəlik hal kimi, düzdür? Yəlik kimi işlənə bilər. Digərində işlənə bilər. Mənsubiyyətdə, bayaq dedik, ikinci şəxsin təki idi də, düzdürmü uşaqlar? Təkində işlənə bilər. Bəs hardan bilərəm ki, burada nədir, digərində nədir? Onu tapmağın ən gözəl üsullarından biri əvvəlinə sənin artırmaqdır. Gətirirəm bura. Sənin artırıram bunun əvvəlinə. Alınır. Bəli. Ay, sağ ol. Alınırsa, buradakı nədir? Sənin kitabın. Yox, sənin kitabın. Mənsubiyyət. Bəli, hal olaraq adlı haldır. Əvvəlinə əgər sənin sözü gətirə biliriksə biz, bəli, buradakı hal-hazırda üstündə ın olan söz adlı hal olur. Adlı hal olur. Əvvəlinə mənsubiyyət şəkilsini gətirməklə, əvvəlinə yəlik hal şəkilsi gətirməklə mənsubiyyət şəkilli sözü tapa bilirik. Kitabın bizdə qalıb, sənin kitabın bizdə qalıb. Deməli, əvvəlində yəlik varsa, yəlik sonra yəlik olmayacaq da, düzdürmü? Yəlik sonra mənsubiyyət olacaq. Demişdim də, yəlik mənsubiyyət gəlir yanaşı. Düzdür? Deməli, hal-hazırda sənin kitabın elədik. Nə oldu burada? Hal-hazırda nə oldu? Bəli, birincisi, əvvəlinə sənin artırıq, yəlik hallı söz artırdıq və ondan sonraki sözdə oldu mənsubiyyət şəkilli söz. Bildik, deməli, buradakı hal nədir? Adlıq haldır. Düzdür? Digərinə baxırıq. Deyirəm ki, kitabın səhifələri cırıldı. Baxın, bax, kitabın səhifələri. Avtomatik biz heç nəyə baxmadan görə bilirik ki, burada bir dənə birləşmə yaranıbdır. Düzdürmü? Bəli, bu yəlikdir. Ondan sonra mənsubiyyət şəkilli söz gəlib. Deməli, artıq buradakı, bunun əvvəlinə bir dənə sənin artırın. Sənin kitabın səhifələri cırıldı. Olmur. Sənin kitabının səhifələri cırıldı olacaqdı da, düzdürmü? Görürsünüz, bunun əvvəlinə sənin sözü artırmaq olmadı. Olmadısa, buradakı nədir? Avtomatik, buradakı yəlikdir. Bəli, buradakı yəlikdir. Digərindəki nədir? Artıq bu, bəli, 100%. Bu da adlıqdır. Aydındır. Çox rahat bir qaydadır uşaqlar. Çox rahat.